Adam sevgi aləmində yaşamalıdır. Bu adam ki bilir, sevilir, başqalarını da sevir. Adamlar var, nə sevildiyini bilir, nə sevir və sevənləri də qısqanır. Günümüzün bəlasıdır. Biri birinə sevgi göstərir, o birisi qısqanır. Bu buna deyir ki, mən səni çox istəyirəm, buradan əsəbləşir. Əsəbləşir, ağzından çıxanı deyir, sevənə də, sevilənə də bədbəxtçilikdir həqiqətən. İnanın bizim cəmiyyətdə olan davaları çoxdur. Ay mənim mövqeyim budur, filankəsin mövqeyi budur. Belə olsaydı nə vardı ki, adam mövqeyləri müzakirə eləyər? Yox, bu deyil. Saçımız ağarıb görmüşük, bu deyil. Mövqeyi filan boş söhbətdir. Məsələn, niyə o belədir, mən beləyəm? Budur, bu davanın əsasında bu təşkil edir. Sevgi problemləridir, diqqət problemləridir, özünü təsdiq eləmə məsələsidir. Əksi də deyil, sübut eləməyə heç kəs çalışmasın. Əksi var ya, ağıllı adamlar bir dəstə var ki, hər bir mövqedə bir fərqli yanaşma ola bilər. Yetər ki, sevgi olsun, hər şey öz yerini tutar. Fərqli də olar, tənqid də olar, müzakirə də olar.